Ayna üzərində rəsm çəkirəm. İkinci gün. Bugün sizə rəsmin tam halını göstərəcəm. Ona görə də axıra qədər baxaraq fikirlərinizi bölüşməyi unutmayın. Dünən gördüyünüz bu aynanın demək olar ki, 1/4 hissəsini bitirmişdik. Bugün isə tamamilə rəsmi yekunlaşdıracağıq. Və işim daha tez bitsin deyə təbii ki, yoldaşımı da köməyə çağırmışdım. Eləcə hərəmiz bir işin ucundan tutaraq nəhayət ki, aynalar üzərindəki rəsmi tamamilə bitirdik. Və növbət çatdı qapı üzərinə rəsm çəkməyə. Gördüyünüz bu qapının üzərinə şam ağacı çəkilməli idi. Və mən də istədim ki, Pinterestdə gördüyüm ən sadə, amma bir o qədər də gözəl olan şam ağacını çəkim. Sadə şəkil olduğuna görə demək olar ki, şam ağacını çəkmək o qədər də çox zamanımı almadı və onu çəkməkdən çox zövq aldım. Ağacın rəsmini bitirdikdən sonra üzərinə də oyuncaqların rəsmini çəkdim. Ümumiyyətlə mən bu rəsmdə yaşıl və ağ rənglərin bir-birinə olan ahəngini çox bəyəndim və sizə şam ağacının son halını göstərirəm. Təbii ki, gecə vaxtı daha da gözəl görsənir, onu da axırda göstərəcəm sizə. Və son olaraq da şam ağacının yuxarı hissəsinə gözəl bir cümlə və detallar çəkərək rəsmi yekunlaşdırdım. İndi isə nəticəni göstərərəm sizə. Bu qapının içəri tərəfdən olan görünüşüdür. Bu isə çöl tərəfdən olan görüntüsüdür. Qapının yanında şam ağacını da bəzəyəcəyimiz üçün məncə çöldən görüntüsü solğun olması daha yaxşı idi. Bu isə ayna üzərində çəkdiyimiz rəsmin içəri tərəfdən olan görüntüsüdür. Mən bu rəsmi çox bəyəndim çünki həm mənim, həm də yoldaşımın zəhməti var burada. Həm də nəticə mənim üçün göz oxşayan oldu. Təbii ki, sizin də fikirlərinizi gözləyirik və növbəti vloqda görüşənədək.